109. 109'a baxaq. Uşaqlar 109'da bizə deyir sirkə turşusu. Deməli 109'a baxıram. Sirkə turşusu. Sirkə turşusu bilirəm CH3COH-dır. Bu bir atomlu spirtlə girib. Spirti bilmirəm uşaqlar. Naməlumdur. Spirtin də formulu bilirəm də CnH2n+1OH belə yazıram. Buradan alınır mürəkkəb efir, bir də alınır. Yaza bilərəm belə. Sirkə turşusu deyir 12 qramdır. Bizə deyir ki, reaksiya zamanı hər iki maddə tamamilə reaksiyaya girib və nə qədər mürəkkəb efir alınıb? 17.6. Buraya yazıram 17.6. Mənə deyir M-i tap. Bura M yazıram. Bir də deyir nəyi tap? Spirt molekulunda karbon atomlarının sayını tap. Uşaqlar, bizə burada məlum olan maddə hansı maddədir? Sirkə turşusu. Sirkə turşusunun emerini hesablasınız. Emeri neçədir? 60. Necə yanaşaram suala? Deyərəm ki, 12'nin 60'a nisbəti mürəkkəb efiri bilmirəm neçədir. Mürəkkəb efirə bir dənə aşağısına bir dənə x yazıram. Tərəf-tərəfə bölün 12'nin 60'a 17.6'nın x-i. Görün oradan mürəkkəb efir neçə eləyir kütləsi. Zəhmət olun. Onu hesablayın birinci. Görün mürəkkəb efir neçə eləyir uşaqlar. Bir dənə onu hesablayın zəhmət. 88. Bax, bura elədi 88. İndi mürəkkəb efir 88-dirsə, mürəkkəb efirin formulu necədir uşaqlar? Bilirik axı CnH2nO2-dir. Bunun emerini 88'ə bərabər eləyək. Buradan n-i tapaq. Qalib necə bərabər eləyərsən 88'ə? 14n plus 32, karbon 12'dir bilirsən. Hidrogen 1'dir. 14n plus 32 bərabər 88. Oradan n-i tapın zəhmət olmaz. N-də 4. 4. Deməli uşaqlar tapdıq ki, mürəkkəb efirin neçə dənə karbonu var imiş? 4. C4H8O2 imiş. Əgər mürəkkəb efirin 4 karbonu varsa lalə, turşuda 2 karbon var. Onda spirtdə neçə karbonu var uşaqlar? 4 karbon var. İkisi turşudadırsa spirtdə neçə karbonu var uşaqlar? 2 karbon olmaz. 4 eləmək. İkisi. Bizə də deyirdi, spirtdəki karbonu tap, ona X vermişdi. Spirtin 2 karbonu var. Ya B'dir, ya D'dir, ya Y'dir. Bir də M-i istəyir. M-i necə tapacam? Spirt C2H5OH-dır. C2H5OH-ın da emeri nə qədər edir? 46. Deyəcəm, məsələn, buradan baxsam, 12'nin 60'a nisbəti M-in 46'ya nisbəti. Məsələn, buradan M-i tapın. Görün, M neçə edir?